Uşaq tərbiyəsi özünü tərbiyədən başqa bir şey deyil. Uşaqla işimiz olmayacaq. Uşaqların azadlığı nə qədər olmalıdır? Biz doğrudanmı onlara bütün istədiklərini, seçimləri verməliyik? Bir insanın duyğusunu anlamağın ən gözəl yolu o duyğunu ona təkrar edib ifadə etmək. Bir insanın cəmiyyətdə yüksək nüfuzlu şəxs olması heç də onun yaxşı övlad böyütməsi mənasına gəlmir. Bu adam filan sahədə uğur qazanıb, bizə deyirik ki, ay bunun övladına baxın, bu niyə belədir? 30 il dürüst yaşadın, 40 il, 50 il dürüst yaşamısan. Sənin uşağın orada yalan danışdı. Mən nə deyim ki, vay, kaş mən 50 il yalan danışardım. Nə yaxşı da mən dürüst olmuşam da. İki qütbdədir bugün Azərbaycanda valideynlər. Uşağını döyür, çimdikləyir, göz ağardır və yaxud da ki 15 yaşında oğluna hələ də yemək yedizdirib, 13 yaşında qızına prinsesim deyən bir valideyn forması var. İnsanın ən birinci rəqibi valideynləridir, qardaş bacılarıdır, sonra evladlarıdır. Ana qızının paxıllığını çəkir. Heç bir davranış problemini mən özümdə travma ilə əlaqələndirib işin içindən çıxa bilmərəm. Adam öldür, denən ki, mənim travmam var idi, atam da öldürmüşdü. Niyə indi sizin nəsliniz insanlar qıracaq? Hətta bəzən uşaq gəlir deyir ki, ana boşan da bəsdir da. Problemlər bizlə bağlı deyib, bu nəsillə bağlıdır, uşaqlarla bağlı deyil. Bizim yanaşmamızla bağlıdır.